Salam, vaxtınız xeyir olsun. Xoş gördük sizi, əziz müəllimlər. Mən bu günlərim 25 sentyabr tarixində sertifikasiya imtahanında verilən sualların sizə izahını vermək istəyirəm. Və qeyd edeyim ki, bütün suallar sadəcə bura yazılmadan ibarət deyil. Bəzi müəllimlər zəng ilə mənə bu gün imtahana düşən sualları da deyiblər. Onların da mən sizə bu günlərin izahını verəcəm. Gəlin baxaq indi birinci sualımızdan. Birinci sualımız belədir ki, diaqnostik qiymətləndirmə nəticələri, yəni yəqin ki, burada hara qeyd olunur yazmaq istəyib, yadınızda qalsın. İlk öncə başlayırsınız ki, diaqnostik qiymətləndirmə şagirdin ilkin inkişafını bilmək üçün aparılan qiymətləndirmədir. Dərsin əvvəlində, bölmənin əvvəlində, şagird məktəbini dəyişəndə, hətta müəllim yeni məktəbə gəldiyi zamanda aparılır. Diaqnostik qiymətləndirmə nəticəsini müəllim özünün gündəlik qeyd dəftərinə və şagirdin portfoliyosuna yerləşdirir. Bəs məqsəd budur ki, şagirdin portfoliyosunda bunu yerləşdirməkdə. Şagird növbəti aylar ərzində öz inkişafını orada müəyyənləşdirə bilsin ki, mən diaqnostikdə belə idim. Tutaq ki, 2007-ci sinifin əvvəl idim, müəllim bunları diaqnostik edir, görür ki, çox zəifdirlər. Artıq 200 ay keçəndən sonra uşaqların zoometrilərinə əsasən uşaq özünün irəliləyişini müqayisə edə bilir ki, mən əvvəl diaqnostikdə çox zəif idim və yaxud da yaxşı idim, bax indi də mən bu səviyyədəyəm. Növbəti sual veriliblər ki, zəif oxuyan şagirdin valideyni ilə necə əlaqə saxlayarsınız? Zəif oxuyan şagirdin valideyni ilə biz belə əlaqə saxlayarıq ki, əslində ilk öncə özümüzü sığortalayırıq. Yəni şagirdlərim üçün mənim şagirdin kimliyindən asılı olmayaraq, mən bütün valideynlərlə, istər yaxşı oxuyan, istər zəif oxuyan, bütün valideynlərimlə səmimi və yaxşı bir ünsiyyətdəyəm. Və əgər şagirdim də zəif oxuyarsa, mən bu, yəqin ki, uşağın zəif oxumağı barədə bu uşağın qeyd dəftərinə və yaxud da gündəliyinə, üzrəm qeyd dəftəri yox, gündəliyinə mən rəylər vermişəm müəyyən qədər və bu valideyn yəqin ki, o rəylər əsasında öz övladının səviyyəsini bilir. Əgər mən çox, belə deyim də, təzyiqli bir görsəm ki, bu uşaq çox zəifdir, olduqca bu uşağa bir təkan lazımdır. Bəli, mən bu zaman o valideynə zəng vurarım və valideynə övladının səviyyəsini bildirərəm ki, övladı haqqında valideyn məlumatlı olsun və ikimiz birlikdə çalışaraq, həm də şagird özü çalışaraq biz şagirdi düzəltməyə çalışaq. Ehtiyac olarsa hətta mən bu zəif şagirdi əlavə təsənkənar məşğələlərə çağırıram ki, bu şagirdin səviyyəsi yüksəlsin. Yəni valideynə mən bunu zəng vuraraq deyərəm. Ola bilər ki, valideyn iclasında fərdi formatda bildirirəm övladının zəif olması barədə və bu problemi biz birlikdə aradan qaldırmağa çalışaraq. Növbəti sualımız verilib ki, diaqnostik qiymətləndirməni necə fərdiləşdirərsən? Müəllimlər, diaqnostik qiymətləndirməni həm şifahi, həm də test həyata keçirmək mümkündür. Əgər mən diaqnostikdə düzdür, əslində test etdiyimiz zaman da o şagirdlərin test nəticəsinə əsasən baxanda bilirəm ki, hansı şagird nəyi bilir, nəyi bilmir və yaxud da mən fərdi formatda onları şifahi olaraq da sual cavab edərəm ki, şagirdlərin səviyyəsini mən daha ətraflı bilmiş olum. Yəni mən bunu onları şifahi olaraq sual cavab edərək bunu fərdiləşdirə bilərəm. Növbəti sualımız belədir ki, təlim nəticələri nəyə təsir göstərir? Yəni, yəqin ki, bu da təlim nəticəsini qeyd etmək istəyib müəllimlər. Təlim nəticəsi bizdə budur ki, başlayan zaman, dərsin əvvəlində şagirdin yəni lövhəyə qeyd olunur və şagirdin sonda nələri əldə edəcəyidir. Nədir təlim nəticəsi? Şagirdin sonda nələri əldə etməsidir. Və mən təbii ki, bu da ona təsir göstərir ki, şagirdin inkişafına, irəliləyişinə, şagirdin özü haqqında, dərs haqqında əvvəlcədən məlumatlı olmağına təsir göstərir. Əgər şagird əvvəlcədən bilsə ki, axırda nəyi öyrənəcək, daha sistemli, daha planlı formada o uşağa dərs keçirirlər və şagird də həmin bilikləri əldə edə bilər. Yəni, təlim nəticəsi dərsin daha effektiv olmasına, şagirdin öz biliyini daha yaxşı qavramasına, şagirdin inkişafına təsir göstərir. Deyək ki, perspektiv planlaşdırmada müəllim dəyişiklik edə bilərmi? Bu bizim qlobal suallarımızdan biridir. Çox tez verilən suallarımızdandır. Hətta bu suallar bir sinonim sualla verilirdi ki, müəllim diaqnostik edir və görür ki, şagirdlər zəifdir. Müəllim bu zaman illik planı dəyişə bilərmi? Xeyr. Müəllim illik planda özü öz başına dəyişiklik edə bilməz. Müəllim bunu ancaq bayram günlərindən təlimlərin yeri dəyişirlərsə, olsun və də hallardan bağlı ölkədə təhsil günü, yəni tərəsə, o zaman direktor və mavinin göstərişi, yəni müəllim öz illik planında dəyişiklik edə bilər. Perspektiv, illik, nəticədən planlama elə bu illik planlamamızın adıdır. Növbəti yeni sualımızdır. Bu sual sertifikasiya imtahanında ilk dəfədir ki, verilir. Sual belədir ki, introvert nədir? Introvert müəllimlər bizdə şəxsiyyət tiplərinə aiddir. Şəxsiyyət tipinin üst dənəsi var. Deməli, ekstrovert,
ambivert və introvert. Ekstrovert, introvert və ambivert. Ekstrovert bizdə budur ki, daima ünsiyyətdə olur, təkliyi sevmir, şən, gülərüzlü və bunun bir mənfi cəhəti var ki, özü qərar qəbul edərkən çox gözü nə bilim indi qərar verir ki, bir getsin 3-cü qrupa. Qıraqdan bir dostu gəlib deyir ki, o qrup çətindir, ballar yüksəkdir, gedək 4-cü qrupa. Pisi getdi 4-cü qrupa. Oradan başqa biri gəldi dedi ki, gedək 1-ci qrupa, 4 də çətindir. Getdi 1-ci qrupa. Yəni bu insan özünün dərrakəsi, özünün qərar verməsi yoxdur. Daima başqalarının fikrinə görə fikir dəyişir. Bu ekstrovertdir. İntrovert bizdə budur ki, bu amma təkliyi sevir. Özünə qapanıq demirik bunlara. Sadəcə ünsiyyətdə olmağı sevmir. Var belə insanlarımız. Yəni ətrafında insanların olmasını istəmir. Daima təşrif, özü qərar qəbul edir, öz fikirlərini özü yəni götür-qoy eləyir. Buna görə də bir də bunda mənfi cəhəti budur ki, ətrafında heç kimlə qərar danışmadığına görə bu insan buna çox vaxtı gedir. Ambivert isə deyir, gülür, şəndir, ünsiyyətçildir, hamıdan soruşur, amma yenə axırda öz bildiyini edir. Bu da ambivertdir. Əsas sualımız bu da introvert idi. Introvert nədir? Baxın, demirik özünə qapanıq. Sadəcə təkliyi sevir, ünsiyyət qurmur. Əgər introvert şagird çox özünə qapanıq olarsa, bəli bu çox yəni tək qalarsa, bu zaman bəli o uşaq artıq özünə kapana bilər. Amma ilk öncədən introvert şagird özünə qapanıq şagird deyil. Sadəcə ünsiyyəti sevmir, təkliyi sevir. Hamıya salam soğuk, amma ətrafında heç bir şagird, heç bir dostu yoxdur. Növbəti sualımız belə olub ki, ikinci dərəcəli rəng nədir? İkinci dərəcəli rəng bizdə ikinci səviyyəli rəng nədir? Bilirsiniz ki, baxın, səviyyə ilə deyəndə biz deyirdik ki, 4-cü səviyyə mükəmməl əla, 3-cü səviyyə cüzi səhvi var. İkinci səviyyə deyirdik ki, geniş səhvlərə yol verir, yarısını mənimsib, yarısını mənimsəməyib. Budur. İkinci dərəcəli rəng də bizə budur ki, tutaq ki, bu günləri mən çox kimya və biologiya müəllimlərindən imtahanladım mən bildiyim qədərilə. Tutaq ki, olsun məhlullar dərsi deyək kimiyaya aid və yaxud da biologiyaya aid deyək gövdə dərsi. Deyirik ki, ikinci dərəcəli rəng budur ki, şagird məsəl üçün gövdən strukturunu bilir, gövdən quruluşunu bilir, amma izah zamanı çətinlik çəkir, fikrini müəllimə aydın ifadə edə bilmir, dərsin yarısını mənimsəyib, öz üzərində işləyərsə daha yaxşı ola bilər. Bu da oldu bizim ikinci dərəcəli rəyimiz müəllimlər. Mütləq biz rəyi hardan çıxardırıq? Meyardan. Baxın, dərsin rəyini, uşağa verdiyimiz rəyi biz qiymət meyarından çıxardırıq. Gündəliyə də rəy yazılır. İndi mən sizə bir də bunun açıqlamasını gətirim. Alt standart verilir bizim illik planlaşdırmamızda. Deməli, illik planlaşdırma, ondan çıxardırıq. Yəni, orada baxıb görürük ki, orada var alt standart. Alt standartdan biz çıxardırıq dərsin məqsədini. Dərsin məqsədindən biz çıxardırıq dərsin təyin nəticəsini. Dərsin təyin nəticəsindən biz çıxardırıq dərsin meyarını. Meyardan biz çıxardırıq şagirdə verdiyimiz rəyi. Dərs başlayan anda lövhəyə təyin nəticəsindən şagirdə verəcəyimiz meyarlar yazılmalıdır. Meyar 4 səviyyə üzrə qururuq. İstəyiriksə bunu səviyyə ilə yox, yaxşı, kafi, qeyri-kafi bundan da qururuq və o uşağa da rəy verəndə o meyara baxıb əsasında rəy veririk. Rəy nədir? Konstruktiv rəy gələcəyə yönəlik olsun, spesifik olsun. Deməli, tərif, yəni emosiya olmasın və həssaslıqla verilsin. Rəyin növləri hansı oldu? Yəni bunlar ən çox düşən suallarda deyirəm. Təsviri, korrekt edici, motivasiya edici rəy növlərimiz var idi, əziz müəllimlər. Bir də bizim deməli, orada nəyimiz var idi başqa? Sual bu yön düşən suallardan verilib ki, öyrənmə tərzləri hansılardır? Öyrənmə tərzləri vizual, audial, kinestetik və oxuyub yazaraq öyrənməyə aiddir. Hələ ki, düşən suallarımız var, əziz müəllimlər. Deməli, yadıma düşdü. Müəlliməmizin biri bildirdi ki, sual kimi verilib ki, beynəlxalq qiymətləndirmə növləri hansılardır? TIMSS, PÖLLÜS və PISA-ydı. Milli qiymətləndirmə isə nədir bizdə? Ölçüdə kurikulumuz səviyyəsini ölçürdü, əziz müəllimlər. Belə, yenə yeni suallarımız olarsa, mən yeni sualların sizə izahını göndərəcəm. Uğurlar.